Salam, sizler kanalımıza hoş gördük. Bugün 9 Mart 11. sınıf buraxılış imtahanına düşen riyaziyyat suallarının izahını vereceğim. Birinci sualla başlayalım. 61. sual daha doğrusu. Demek verib ki misalda 11 çıxaq kök altı 21 vuraq 11 plus kök altı 21 ifadəsinin qiymətini tapın. Kökü kökə vuranda kök qalır. Kök altı ifadələr bir-birinə vurmaq lazımdır. Ve burada da müxtəsər modüstür var gördüğünüz kimi kök altında 121 çıxaq a kvadrat çıxaq b kvadratından 21 kök altında 100 bunda cavab eləyəcək 10. Doğru cavabımız oldu C bəndi. 62. sual loqaritma bölüntüsünə aiddir. Verib ki loqaritm 2 əsasına görə 14'ün kvadratı çıxaq 10'un kvadratı bölü 24 ifadəsinin qiymətini tapın. Loqaritm 2 əsasına görə 14'ün kvadratı 196'dır. 10'un kvadratı 100'dür. Bölək 24. O da beraberdir. Logaritm 2 əsasına göre 196'dan 100 çıxana 96, 24'e böləndə 4 edir. Logaritm 2 əsasının 4'ün cavabı 2'dir. Doğru cavabımız oldu B variantı. Növbəti 63 nömrəli misal. Fəzalı düz xətt fəndəsi mövzusundandır. İki perpendikülər müstəvin birindən 2 cm, digərindən 4 cm məsafədə yerləşən nöqtədən məlumdur ki, məsələlər həmdə perpendikülər müstəvilər əsasən adi bir bucaq kimi çəkilir. O bucağın tərəflərindən biri müstəvidir, digər tərəfi də digər müstəvidir. Bucağın təpə nöqtəsi isə müstəvilərin kəşmə xətti adlanır. Demək, iki perpendikülər müstəvin birindən 2 cm, digərindən 4 cm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəşmə xəttinə qədər məsafəni tapın. Demək, bura perpendikülər çəkirəm, müstəvilərdən birinə 2 yazıram, digərinə perpendikülər çəkirəm, 4 yazıram. Gördüğünüz kimi müstəvilərdə perpendikülər olduğuna görə burada gördüğünüz figur düzbucaqlıdır. Həmin nöqtədən kəşmə xəttinə qədər məsafəni soruşur. Düzbucaqlının qarşı tərəfləri bərabər olduğuna görə onda Pifaqor teoremindən 4'ün kvadratı plus 2'nin kvadratından doğru cavabımız 2 kök 5 eləyəcək. A bəndi. 64 nömrəli misal. Səhv eləmirəmsə belə düşüb 25 çıxaq 5A ifadəsinin vuruqlarını ayırın. Buradan 5'i mötərizə xaricdən çıxandan 5 minüsü alınır. Doğru cavabımız səhv görmürəmsə B bəndidir. 65 nömrəli misal. Bizə -5,3 kiçikdir x kiçikdir 6 bərabərsizliyi verilib. Ən böyük ən kiçik tam əllərin hasilini tapın. Belə görürəm. Burada ən böyük tam əl gördüyünüz kimi 5'dir. Ən kiçik tam əl isə -5'dir. Onların da hasili 5 vuraq -5'dən. Doğru cavabımız -25 eləyəcək. Doğru cavab oldu Y bəndi. Dörtbucaqlar mövzusundandır. Diaqonalların sayı 9 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Məlumdur ki, diaqonalların sayı üzrə n vuraq n -3 bölü 2'dir bərabər 9'a. N kvadrat çıxa 3m minus 18 bərabər 0'a. N1 bərabər 6, N2 bərabər -3 və təbii ki, bu kənar köktür. Tərəflərin sayını soruşsayca doğru cavabımız elədi 6 D bəndi. Növbəti misalımız tam görünmür növbəti misalımız. Səhv eləmirəmsə çoxluqlar bölməsindəndir. Ona görə bu misaldan deyəsən bizə səhv eləmirəmsə iki çoxluğun elementlərinin sayını verib. Tam görünmür uşaqlar. Misal bizə birləşməsinin ən çox neçə, ən kiçik qiymətini tapın deyir. Ona görə bu misaldan keçəyin. Növbəti misalımız 68 nömrəli misaldır. İki kürədən birincinin həcmi ikincinin həcmi 27 dəfə böyükdür. Məlumdur ki, iki kürə həmişə oxşar fiqurlardır. İki kürə həmişə oxşar fiqurlardır. O zaman həcmlər nisbəti oxşarlıq əmsalının kubuna bərabərdir. Birinin həcmi digər həcmdən 27 dəfə böyüksə, onda K kub bərabərdir 27'dən. Oxşarlıq əmsalı oldu 3. Misaldır birinci kürənin səthinin sayısı ikinci kürənin səthinin sayısından neçə dəfə çoxdur. O zaman səthlərin sayıları nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. Doğru cavabımız eləyəcək 9. Növbəti misalımız trigonometrik təlimlərdən gəlir. A parametrinin hansı qiymətlərində sinüs x bərabərdir? A minus 1 bölü 2 tənliyin həlli var. Məlumdur ki, sinüs x-in ən böyük qiyməti 1'dir, ən kiçik qiyməti də -1'dir. O zaman A minus 1 bölü 2 kiçik bərabər 1'dən, böyük bərabər -1'dən. Hər tərəfi 2'yə vursaq, A minus 1 kiçik bərabər 2'dən, böyük bərabər -2'dən. Hər tərəfə 1 əlavə etsək, A kiçik bərabər 3'dən, böyükdür -1'dən. Belə bərabərsizliyin həlli -1,3 qapalı parçası eləyəcəkdir. Növbəti misalımız demək
X iştirik bərabərdir x plus 4, y iştirik bərabərdir y plus 1. Səhv eləmirəmsə belə görürəm. Paralel köçürmə düsturları verilib. Deyir bu paralel köçürmədə A -3 2 nöqtəsi hansı nöqtəyə köçər? Təbii ki, x-in yerinə -3 yazağım, y-in də yerinə 2 yazağım. Alınan A iştirik nöqtəsinin koordinatları -3 plus 4, bir də 2 plus 1. Yəni 1, 3 nöqtəsi olacaqdır. Əgər səhv görmürəmsə, rəqəmlər bu şəkildə olmalıdır. A bəndi kimi görürəm. Növbəti ədədi və həmdəli silsilədən y-in hansı qiymətində y-2 modul 3 minus y, bir də 6 minus y ədədləri ədəd hissənin ardıcıl ədədlərdir. Ədəd hissənin xassəsinə görə, birinci xassəsinə görə ortancıl ədəd nəyə bərabərdir? Qonşularının cəminin yarısına bərabərdir. O zaman burada modul 3 minus y bərabərdir 2-yə və 3 minus y bərabər 2-yə, 3 minus y bərabər -2. Belə köklərimizin biri 1-dir, digəri də nədir? 5'dir. Doğru cavabımız C bəndi olacaqdır. Növbəti misalımız 3 minus y bərabərdir 2'ye. 3 minus y 1'dir. 3 minus y bir də -2'dir. 3 minus y 2'dən y olacaq 1, bir də 2 olacaq 5. Cədvəldəki ədədlərin hansı hissəsi irrasional ədədlərdir? Gördüyünüz kimi cədvəldə 10 dənə ədəd var. Onlardan irrasional ədədlər biri pi'dir, biri kök altda 3'dür, biri 3 kök 5'dir. Sonra da kök altda 2'dir. 4 dənə ədəd var. 10 dənəsi də ümumi ədədlərin sayıdır. Doğru cavabımız eləcək 0,4 A variantı. Növbəti misalımız demək növbəti misalımız belədir. Növbəti misalımıza tam görünmür. Demək, səhv eləmirsə məhlul misaldır. 20% qədər şəkər əlavə olunur. Məsələn, sözləri tam görsənmir də növbəti misalımıza keçən 74 nömrəli misal. Trigonometri funksiyalardandır. 4 sinüs kvadrat alfa minus məlumdur ki 1 plus tangens kvadratı alfa bərabər 1 bölək kos kvadratı alfadır. O zaman 1 bölək kos kvadratı alfa vuraq kos kvadratı alfa. Üstə gələk 4 kosinüs kvadratı alfa. Burada kos kvadratı alfalar islah gedir. 4 sinüs kvadratı alfa plus 4 kosinüs kvadratı alfadan 4'ü mötərizə xaricdən çıxarsaq minus 1. Bunda cavabın 1 olduğunu bilirik. Doğru cavabımız eləyəcək. 4'dən də 1 çıxanda 3. Rasional kəsilər bölməsindən sürətdəki çoxədli x minus 1'in kubunun açışıdır. Məxrəcdə 2'ni mötərizə xaricdən çıxarsam x kvadrat minus 1 qalır ki, o da x minus 1 x plus 1'dir. Vuraq x plus 1 məxrəcdə x minus 1'in kvadratı olacaqdır. X-lərimizi aparsaq görərsiniz ki, hər şey x-lər gedir, bir də cavabımız 2'də 1 olur. Açıq sual olduğuna görə 0,5. Növbəti 76 nömrəmiz. Uyğun tərəf paralel iki bucaqdan biri o birinin 80%'dir. Böyük bucağın dərəcə ölçüsünü tapın. Biri o birinin 80%'də, biri x ise digəri nədir? 0,8x'dir. Uyğun tərəflə paralel bucaqlar müxtəlif adlı olduğuna görə bizim misalda, çünki bərabər deyirlər. Onda onların cəmi 180 dərəcəyə bərabərdir. 1,8x bərabər 180'ə, x olacaq ona. Misal bizə böyük bucağın dərəcə ölçüsünü soruşur. Biri 10 dərəcədir. Bu 10 yox, daha doğrusu 100 eləyir. Biri 100 dərəcə, digəri də 80 dərəcə. Böyüyün soruşur. Doğru cavab oldu 100 dərəcə. Növbəti üslü tənlik misaldır. Orta vurğu mötərizə xaricdən çıxardığım 500x-i mötərizə xaricdən çıxarsam 3 plus 500 1 qalar bərabər 200'ə. 500x vıraq 8 bərabər 200'ə. 500x vıraq 500x var 200'ü 8'ə bölündü 25. Buradan x nə olacaqdır? 2 olacaqdır. 78 nömrəli misal. Demək kompleks ədədlərdəndir. Z1 kompleks ədədi əvvəlcə cəbri şəkildə göstərəyin. X vıraq y üstü 5'i bilirsiniz ki, i'nin qüvvətlərini tapanda 4'ə bölüb qalığı tapmaq lazımdır. 5'i böləcəm 4'ə, qalıqda 1 alınır. O zaman i'nin üstündə 5'in əvəzinə qalığı yazılar, yəni 1'i. Z2 kompleks ədədi y plus 6 vıraq 35'i 4'ə böləcəm. Çünki hər 4'dən 1 təkrarlanır. 32 edir, qalıqda 3 qalır. Başqa sözlə y üstü 35'in yerinə y üstü 3 yazacağım qalığı. O da bərabərdir y plus y üstü 3'ün də y üstü 2 vıraq y üstü 1'dən y çıxaq 6 olduğunu yaza bilərik. Misaldır ki, bunlar qoşma kompleks ədədlərdir. Qoşma kompleks ədədlər isə onda həqiqi hissələr bərabər, xəyali hissələr bir-birinin əksidir. O zaman Z1'in həqiqi hissəsi 9, Z2'in xəyali hissəsi y-dirsə, y bərabər olacaq 9. Xəyali hissəsi bir-birinin əksi olacaqdır. Z1'in həqiqi hissəsi mənfi x, Z2'in həqiqi hissəsi xəyali hissəsi mənfi 6'dır. O zaman mənfi x mənfi 6'nın
əksinə bərabər olacaq. Mənfi x bərabər müsbət 6-dan x olacaq mənfi 6. Misal bizə x ilə y-in cəmini soruşur. Doğru cavabımız eləyəcək 3. Növbəti açıq suallara gələn artıq. Aks halında hər sıradakı yerlərin sayı sıraların sayından 8 çoxdur. Yazmalısınız açıq şəkildə təbii ki. Hər sıradakı yerlərin sayı, yer sayı 2 nöqtə, bir də sıra sayı. Ta ki n dənə sıra var. Onda yerlərin sayı da olacaq n plus 8. Bu uzaldakı yerlərin ümumi sayı 384'tür. Təbii ki, sıra sözü varsa, yer sözü varsa artıq düzbucaqlı şəklində düşünmək olar. N vuraq n plus 8 bərabərdir 384 və buradan da n'in kvadratı plus 8n bərabər 384. Mən tam kvadrat ayrımı üsulunu tətbiq etmək istəyirəm. 8n'i yarıya böləndə 8'i yarıya bölən 4 edir, kvadratı 16 edir. 16 əlavə etdim, 16 çıxdı, bərabər 384. N plus 4'ün kvadratı bərabərdir. Mənfi 16'nı sağ tərəfə atsaq 400 eləyəcək. Buradan n plus 4 bərabər 20'yə, bir də n plus 4 bərabərdir mənfi 20'yə. Təbii ki, sıraların sayı natural ədəd olduğuna görə n bərabər 16, n bərabər mənfi 24'də də kənar kök yazacaqsınız. Misal bizdən nəyə soruşur? Misal bizə bu zaldakı yerlərin ümumi sayı 384 olsa sıraların sayını tapın. Yəni elə n'yi soruşur. Doğru cavabımız oldu burada 16. Doğru cavab oldu 16. Növbəti misalımıza baxalım. Demək bizə düzbucaqlı verilib uşaqlar. ABC düzbucaqlının B təpəsindən AC diaqonalına BM perpendikulyar endirilmişdir. AM 9 verib, MC'de 16 verib. B bucağı 90 dərəcə olduğuna görə onda ABC düzbucaqlı üçbucağında metri münasibətlərdən baxın bu hündürlükdür. H bərabər kök alt deməni düsturunu tətbiq eləyə bilərik. Yəni H bərabər kökün altında 9 vuraq 16. O da eləyir 12. Təbii ki, açıq yazmaq lazımdır bunların həllərini. İkinci üçbucaq ABC'nin sayəsini tapağın. 2'də 1 AC vuraq BM. O da beraber 2'də 1. AC'miz gördüğünüz kimi 25'tir. Diagonal uzunluğu. Hündürlüğü de 12 tapdıq. O zaman 25'i 6'ya vuracağım. 2 ilə 12 xısar gelir. Eləyəcək 150. Üçüncü addım. Məlumdur ki, düzbucaqlının diagonalı onu 2 kongruent üçbucağa bölür. Bunun sayısı 150 ise onda ACD'nin de sayısı 150'dir. Başka üslə ABCD düzbucaqlısının sayısı olacaqdır 300. Doğru cavabımız oldu 300. Növbəti misalımız demək ki, nə deyir burada? Supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəri hər birində 5 AZN, 10 AZN və 20 AZN dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olunur. Tutaq ki, 5 AZN'lik zərflərin sayı x ədəddir. 10 AZN'lik zərflərin sayı y ədəddir. Və 20 AZN'lik zərflərin də sayı z ədəddir. Ola bilsin, indi bunları bir dəyişənlə də ifadə edə bilər. Ümumilikdə nə qədərdir? 28 dənədir. Misal deyir ki, 20 AZN'lik kuponların sayı 10 AZN'lik kuponların sayına 2 dəfə azdır. O zaman gəlin bu x, y pozaq, daha yəni bir dəyişəndən işləyək. 20 AZN'lik kuponların sayı 10 AZN'lik kuponların sayı 2 dəfə azdır. O zaman bura x yazsam burada 2x olacaqdır. 2 dəfə az, cümlə davam edir. 5 AZN'lik kuponların sayından ise 16 ədəd azdır. O zaman 5 AZN'lik kuponların sayı 20 AZN'likdən 16 ədəd çoxdur. O zaman buraya yazıram x plus 16. Ümumi sayıda 28'dir. 4x təbii ki, tənliyi quranda daha geniş yazmaq lazımdır ki, bərabər 28. 4x bərabər 28'den 16 çıxanda 12'dir. X oldu 3. Beləliklə uşaqlar 5 AZN'lik kuponların sayı 21 dənəymiş. 10 AZN'lik kuponların sayı 6 dənəymiş. 20 AZN'lik kuponların da sayı 3 dənəymiş. Misal deyir ki, müştərinin təsadüfən seçdiyi 28 kupondan məxrəcə yazacağım bütün mümkün halların sayı 28'den onsuz da kuponum var. Onlardan təsadüfən ikisini seçirəm. 28'den 2. Ümumilikdə 30 AZN dəyərində olması ehtimalını tapın. Mənə 2 dənə kupon lazımdır, amma dəyəri 30 AZN olmalıdır. O zaman mən bir 5 AZN'lik seçməliyəm. Bir dənə 5 AZN'lik seçməliyəm. Üzr istəyirəm, 5 AZN'lik yox. Bir dənə 10 AZN'lik seçməliyəm. Bir dənə də 20 AZN'lik seçməliyəm. 30 AZN yaratmaq üçün. O zaman 10 AZN'liklərdən 6 dənədir. Birini seçəcəm. Və 20 AZN'liklərdən də demək 3 dənədir. Onlardan da birini seçəcəm. Başqa halı yoxdurmu? Başqa halı yoxdur. Cəmi 30 olan 2 dənə kupon seçməliyəm. Cəmi 30 olan 2 dənə kupon ancaq buradan alındıra bilər uşaqlar.
Demək ki, cavabı axıra qədər yazaq. Kamuzun altdan birinci cavabı 6-dır, 3-dən birinci cavabı 3-dür. 28-dən ikinci cavabı 28 vıraq 27 bölək 1 vıraq 2. Hesablamanızı aparaq 6 vıraq 3 qalsın yerinə. 2 ilə 28-dən 14 qalır, vıraq 27. 3 ilə 27 ixtisar girir, 9 qalır. 6 ilə 14-dən isə 2-yə ixtisar aparsam 3, burada da 7, burada da 9. Və 9 ilə 3-ü ixtisar aparsam doğru cavabımız 21-də 1 eləyəcəkdir. Doğru cavabı oldu 21-də 1. Növbəti misalımız uşaqlar. Demək 62 nömrə, 82 nömrə misal. ABC üçbucağın AB və AC tərəfləri mərkəzi olan çevrəyə toxunurlar KVS nöqtəsində. ABC bucağı 50 dərəcə verib buranı bizə. Yoxsa 40 dərəcədir. Bura oldu 40 dərəcə uşaqlar. KMS qövsünün dərəcə ölçüsünü tapın. Misala müxtəlif cür yanaşma olar. Gəlin O nöqtəsindən çevrənin toxunma nöqtəsini birləşdirən uşaqlar. Bilirsiniz ki, bura 90 dərəcədir. O zaman bura 90 dərəcəsə onda 90-dan 40'ı çıxmaq lazımdır. 50. Təbii ki, bunları geniş-geniş orada yazmaq lazımdır. Onda onun da qonşusu olacaq 130. İstəsəz xarici bucaq anlayışına gedə bilərsiniz. Artıq KOS mərkəz bucaq 130 dərəcə tapıldı. Misal bizə KMS qövsünün uzunluğunu tapın deyir. KMS qövsünün uzunluğu da olacaqdır. Uzunluğu nədir? Ölçüsünü soruşur elə. KMS qövsü bərabərdir bucaq KOS, o da bərabər nəyə? 130 dərəcə. Doğru cavabımız oldu 130. Növbəti misalımız. Açışı şəkildə verilmiş düzgün piramidanın tam səthinin sayısı 360'dır. Apofemin uzunluğunu tapın. Gördüyünüz kimi oturacağın sayısını bizə 100 verib. Oturacağın sayısı 100 isə gəlin ümumiyyətlə bu piramidanı bağlayalım. Bu düzgün 4 bucaqlı piramidadır. Demək açışı tam səthinin sayısı 360 veribsə uşaqlar. Bilirsiniz ki, tam səth nəyə bərabərdir? Yan səth üstə gələ S oturacaq. O zaman 360 bərabərdir. Yan səthin sayısı qalsın. S oturacağı da 100 verib. O zaman yan səthin sayısı olacaqdır 260. İstəsəz 4'ə bölə bilərsiniz. Yan səthin sayısının bir dənə üzün sayısını tapmaq üçün. Amma mən bölməyəcəm. İkinci addım oturacağın sayısını bizə 100 verib. Oturacaq düzgün 4 bucaqlı olduğuna görə kvadratdır. O zaman A kvadrat bərabərdir 100'dən. Oturacağın tərəfi oldu 10. Oturacağın tərəfi 10'dur. Misal bizə apofemin soruşur. Yan səthin sayı üstünü yadınıza salın. S yan bərabərdir. 2'də 1 P oturacaq vuraq H apofem. Yan səthin sayısı 260'dır. Bərabər 2'də 1 P oturacaq. Gördüyünüz kimi 40'dır. Vuraq H apofem. Buradan da H apofem nəyə bərabər olacaq? 13'ə bərabər olacaq. Apofemin uzunluğu oldu 13. Növbəti 84 nömrəli misala baxalım. Demək, cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayılar haqqında məlumat vermişdir. Bu qrupda boyu 170 cm-dən çox olan oğlanların sayını tapın. 170'dən az olan oğlan sayı Y-dir, qız sayı 3X-dir. Cəmdə 21 nəfərdir. 170'dən çox olan oğlan sayı 2Y-dir, qız sayı da X-dir. Bərabər nədir? 17. Misal bizdən 170'dən çox olan oğlanların sayını soruşur. 170'dən çox olan oğlanların sayı 2Y-dir. Qıraqda 2Y bərabər sual yazaq. O zaman X tapmaya ehtiyac yoxdur. Gəlin ikinci tənliyi -3'ə vuran ki X-i yox eləyək. Tərəf-tərəfə toplama üsulundan -6Y -3X bərabər -51. Tərəf-tərəfə toplasam -5Y bərabər -30'dan Y-imiz oldu nə? 6. O zaman boyu 170'dən böyük olan oğlanların sayı 2'ni 6'ya vuranda doğru cavabımız eləyəcək uşaqlar 12. Növbəti sonuncu misalımız. Demək deyir ki AMN nöqtəsi Y bərabərdir X'in kvadratı çıxaq 8X plus 18 parabolasının təpə nöqtəsidir. Bu parabolanın təpə nöqtəsini yazan uşaqlar müxtəlif yollara tapa bilərsiniz. Mən tam kvadrat ayırmaqla yazacağım. -8X plus 18'i 16 ilə 2'yə parçalayağın. Y bərabər X minus 4'ün kvadratı plus 2. Beləliklə təpə nöqtəsi, yəni A nöqtəsi 4, 2 imiş. Baxın, burası 4'dür, burası da 2'dir. Misal nə deyir bizə? Deyir ki, bu funksiyanın qrafikinin apsis oxuna, koordinat başlanğıcı və oradan toxuna nəzərən simmetrik çərmələrdən alınan parabolanın təpə nöqtələri uyğun olaraq B, C və D-dir. Təbii ki, A təpə nöqtəsini 4, 2'ni əvvəlcə əgər funksiyalar oxlara və koordinat başına görə simmetri çevrilirsə, təbii ki, onun təpə nöqtələri simmetri çevriləcək. Ya burada funksiyanın özünü yazmaya ehtiyac yoxdur. Yazsanız da daha yaxşı olardı, amma yazmasanız da olar. Misal bizə demir ki, funksiyanın tənliklərini yazın.
Alınan parabolanın tepe nokta uygunluğu BCD olarsa ABCD dörtbucağın perimetrini tapın. Demek ki əvvəlcə apsis oxuna görə simmetri çevirək. Apsis oxuna görə simmetriyada biliriz ki, apsis qalır, ordinat dəyişir. Yəni B nöqtəsi alınır. Məsələnin sözlərini görürsüz. O zaman 4 mənfi 2. Eyni qaydayla A4-2 nöqtəsini nəyə görə simmetri çevirməliyəm? Bu funksiyanın qrafindən apsis oxuna, ordinat oxuna və ordinat baxımları belə düşüb uşaqlar. Ordinat oxuna görə simmetri çevirəndə, yoxsa koordinat başına görə simmetri çevirəndə də bu S nöqtəsi alınır. Onda koordinatları -4, -2 olacaq. Çünki hər ikisi işarəsini dəyişir. Və nəhayət həmin nöqtəni ordinat oxuna görə simmetri çevirin D nöqtəsi alınır. O da bilirsiniz ki, ordinat qalır, apsis dəyişir. Əmələ gələn ABCD dörtbucaqlısının perimetrini tapın. O dörtbucaqlısının qrafikini çəkəyin uşaqlar. A nöqtəsi onsuz da bəllidir, 4, 2 nöqtəsidir. B nöqtəsi 4, -2 nöqtəsidir. B nöqtəsi 4, -2 nöqtədir. Apsis oxuna görə simmetri çevirdiyindən görə 4-cü rübə gələcəkdir. S nöqtəsi -4, -2 nöqtəsidir. Və nəhayət D nöqtəsi də -4, -2-dir. Əmələ gələn dörtbucaqlının baxaq görə nəyin soruşur misal bizdən? Perimetrini hesablayın. Əmələ gələn dörtbucaqlının bir tərəfi gördüyünüz kimi 8 vahiddir. Uzunluğu 8 vahiddir, belə deyim. Digər tərəfi isə uşaqlar 4 vahiddir. Digər tərəfdə 4 vahiddir. Əmələ gələn dörtbucaqlının perimetri də n ilə uzunluğu toplayıb 2-yə vuracağım. Doğru cavabımız elədir 24. Demək uşaqlar, mən burada səhv eləmirəmsə 2 misal tam görmədim. Biri o misallardan biri, əslində odur ki, açıq suallar tam olaraq izah olundu. O misallardan biri çoxlu misaldır, səhv eləmirəmsə. Baxırsınız, bax bu misal tam görmədim. Əgər görənlər varsa kanalda, şərhlərdə yaza bilər. Daha doğrusu bildirə bilərlər təzədən. Bir dənəsində tam görmədim, səhv eləmirəmsə. Bir də məhlul məsələsinə oxşuyur. O da 73-cü misal. Belə uğurlar olsun hamınıza, hələlik.